Qeyd edək. Yaxşı. Bax. Baxaq. 2.5. 2.4'ü demişdik, hə? İndi 2.4'ü də yazırsan evdə. Ya yazmışdı? Ha, yok yazmamıştım, yazmamıştım. Yazarsan Yazarım bunu. 2.4'ü də yazırsan evdə. Ya başa düşdün də. Bax bu deyir Ha, bəli, toplamasıdır, bildik. Birinci vurma olunar, sonra toplamada, düzdür. bəli. Bax misal üçün bax bunu nə edirik? 6-cı sualı. Bax. Bərabərləşdiririk heç nə. Görürsən ki, indi hər tərəfi onluğa Ha, çevirəm. 0, 1. Yazıram ki, 2x plus 2, yəni 2 vurulsun x üstü 1, plus 2 vurulsun x üstü 0. Bərabərdir 8-ə. 2x bərabərdir 3. 6-ya, x də bərabərdir 3-ə. Gördün, belə tapırıq. Ha, Yəni, hamısı yaxşı. bu cürdür, bu asandır. Keçək 2.5-dən baxaq suallarımıza. Bir də mən indi səndən izah etmək istəyirəm. Bir iki dənə də Ha, məsələ var, onları izah edeyim, sonra baxaq. Və misal üçün, indi ikilik qüvvət var da, indi 2 üstü 35 plus 2 üstü 16 plus 2 üstü 7. Bu aha, ikilik say sistemində verilibdir. Çünki görürük ki, 2-nin qüvvətindədir, düzdür? bəli. Mən desəm ki, bu neçə rəqəmli ədəddir? Ən böyük qüvvətin üzərinə bir gələsən, deyəsən ki, bu 36 rəqəmli ədəddir. Yaxşı. Aha, Desəm ki, bu yaxşı. ədəddə neçə dənə bir var? Deyəsən ki, neçə dənə 2 görsən? 3 tane. 3 dənə. Deyəsən ki, 3 dənə bir var. Yəni bunun qarşısında 1 vurulsun 2 üstü 35-dir. 1 vurulsun 2 Aha, üstü 16-dır. 1 vurulsun 2 üstü 7-dir. İndi bax, 36 dənə mənim burada rəqəmim var. 3-ü 3 dənəsi 1-dirsə, 33 dənə də mənim sıfırım var. Başa aha, düşdün? Bu indi bəli. Başa ikilik qayda. düşdüm. Mən indi bunu bu veriləni, bax bu veriləni. Qoy bunu silim. Aha, 35. Deyirəm ki, bunu gəl biz 8-lik say sisteminə keçidək. Deyirsən necə keçidəcəm? 8-lik say sistemində istəyən qeydlərimi də apar. 8-lik say sistemində bir simvol 3 bit təşkil edir. Düzdür? Bəli. Təşkil edir. Nə edirəm? 35-i qüvvətimi bölürəm 3-ə. 8-ə keçirəmsə 3-ə bölürəm. 16-lığa keçirəmsə 4-ə böləcəm. 35-i bölürəm 3-ə. 11 tam düşür. Düzdür? 2 qalıq qalır. Bəli. Qalığım 2-dir. Alınan bu 11-i qoyuram 8-in qüvvətinə. Alınan bu qalığımı isə qalığı yaz bax bu qeyd kimi yaz. Yazıram indi. Bunlar başdan. Tam hissəni 8-in qüvvətinə qoyuruq. Qallıq isə 2-nin qüvvətinə yerləşdirib qoyub, nə qoyub? Əmsal kimi qarşısına yazırıq. İndi bax, bu nə deməkdir? Bunu yaz, indi izah edəcəm. Aha, yazın. Yazdın? Bəli. Aha, tam hiss dedik ki, qüvvəti 35-i gördün. 35-i mən 8-liyə keçirəmsə 3-ə böldüm. 33 eləyir, yəni 11 düşür də, 11 tam. Düzdür? Qallığımda Aha, bəli. tam hissəni 2-nin qüvvətinə qoyuram. Bax, 2-nin qüvvətinə. Alınan 2 qalığım yox idi. Alınan qalığı da 2-nin qüvvətinə qoyuram, olur 4. Düzdür? 4-ü də bunun Hı, əmsalına. Elə bir 4 vurulsun 8 üstü 11. Üzərinə gələk. İndi bu 2 üstü 16-nı keçirək. 16-nı mən 8-likdə 3-ə keçirsəm, 3-ə bölsəm, 5 tam düşər, bir qalıq qalar. Düzdür? Yazıram 8 üstü 5. Bir qalıq qalıbdırsa, qalığımı 2-nin qüvvətinə qoyuram. 2 vurulsun 8 üstü 5. Üzərinə gəlirəm. 7-ni 3-ə bölürəm. 2 tam düşür. 8 üstü 2. Bir qalıq qalır. Düzdür? bəli.
Alınan qalığı için qüvvətinə qoyuram 2. Aha, indi mən bunu 8'li say sistemində necə, e, yəni necə göstərə bilərəm? Bax, 11-ci qüvvət var, düzdür? 11-ci Hı. qüvvətin əmsalı 4'dür. 4. Görürəm ki, 10 yoxdur. Onu görsən, 10 yoxdur ki. Xeyr. 0. 9 yoxdur. 8 yoxdur. 6 yoxdur. 5 var. Amma 5'in əmsalı 2'dir. 1 deyil. Sonra Aha. 5, 4 yoxdur. 3 yoxdur. 2 var. Əmsalı 2. 1 yoxdur və 0 yoxdur. Deməli, bu ədəd də 8'lik say sistemində 12 rəqəmli ədəddir. Düzdür? 12 rəqəmli ədəddir. 1, 2, 3, 4, 5, 6, Bəli. 7, 8, 9, 10, 11, 12. 12 rəqəmli ədəddir. Bir dənə 4'üm var. 2 dənə 2'm var. Desək ki, sənə bax, bunu verər, bunu verər. Deyək ki, bu ədəd 8'li say sistemində hansı rəqəmlə başlayır? Deyəsən 4 ilə. Desən neçə rəqəmli ədəddir 8'li say sistemində? Deyəsən 12. Desən neçə dənə ikisi var? Deyəsən 2 dənə. 1, 2. Desən neçə Hı. dənə sıfırı var? 4, 6, 8 dənə də sıfırı var. Bunu başa Başa düşdün? düşdüm. İstən Bəli. ekran Amma kartına bir dəfə götürə də bilərsən. üstündən Bəli. də gedərik. Gedək Yəni üstündən tamam. niyə getmirik? İndi başqa bir misal verərəm, onun üstündən gedərik. Qoy bunun indi burasını götürüm. Qeydimə qədər qalsın. Aha. Peki. Aha, qeydim qalır burada. İndi ikili say sistemində bir digər misal verirəm. 2 üstü 13 plus 2 üstü 5 plus 2 üstü 3. Deyirəm ki, bu ikilik yazılışdır, düzdür? Neçə rəqəmli ədəddir ikilik say sistemində? Neçə rəqəmli ədəddir? 14 rəqəmli ədəddir. Ay sağ ol. Böyük qüvvətin üzərinə bir gəlirəm. Tapıram ki, 14 rəqəmli ədəd. Deyirəm ki, mən bunu gəl keçirək 8'li say sisteminə. 13'ü neyniyərəm? 8'e keçmək üçün 3'ə bölərəm, düzdür? Bəli. Aha, 13'ü 3'ə bölərəm, 4 düşər. 8 üstü 4. Neçə qalıq qaldı? 1. Alınan qalığı 2'nin qüvvətinə qoyub, əmsal kimi yazıram qabağına. 2 vurulsun 8 üstü 4. Elə bil ki, misal üçün, 5'in qabağında 1 yoxdur. 1 vurulsun 5. Bəli. Düzdür? Belə də, yəni bunun da əmsalı elə bil budur. Aha. Aha. 5'i bölürəm 3'ə. Neçə eləyir? 1 eləyir, qalıq 2 eləyir. Ay Deməli sağ 2 ol. üstündə 2 vurulsun 5. Yox. 5 yoxa 8 üstündə 5. 5'i 3'ə böləndə 1 tam düşür. 8 üstü A, 1. bəli, 8 üstə 1 2 qalıq vurulsun. qalırsa 4 vurulsun 8 üstü 1. Hı, bəli. 2 üstü 3 də 8 deməkdir. Mən bunu 8'lik say sistemində də belə yaza bilərəm də. Yəni 8 üstü 1 kimi yaza bilərəm. Düzdür? Bəli. Yəni Hı, 3'ü 3'ə böləcəm, 1 düşəcək. 1'i də qoyacağam 8'in qüvvətinə, o da 8 üstü 1. İndi mən tapdım ki, amma bir də fikir ver. Bu da 8 üstü 1'dir. Bu da 8 üstü 1'dir. Bunun əmsalı 1'dir. Düzdür? Mən bunu belə yaza bəli. bilərəm. 2 vurulsun 8 üstü 4. Üzərinə gələrəm. 5 vurulsun 5 dənə 8 üstü 8 1. üstündə 5. Ay sağ ol, belə. İndi bu 8'li say sistemində neçə rəqəmli ədəddir? Neçə rəqəmli ədəddir? 8'likdə, bəli. Al 5 rəqəmli Ay sağ ol, 5'dir ədəddir. da. 4'ün üzərinə Hə, 1 5. gəldən 5. İndi bu 8'li say sistemində yazılışını düzə bilərik rəqəmləri. Deməli bu birincinin əmsalı 2-dir. Aha, 2-ni olduğu kimi yazırıq. Ondan sonra sonra gəlir bizə 3 gəlir. aha. Dəqiqə. 3 də yoxdur deyə 0 yazırıq. Ay İkinci bir sağ ol. əmsalında. Ondan sonra 2 4 gələcək. Deməli 4 də yoxdur deyə yenə 0 Yox, yazacağıq. biz 4'ü yazmışıq da geri gedirik. Sıfıra tamamlamalıyıq bunu. Hə 2 yazmalıyıq onda. 2 də ki var. 2 harda var? Bu qüvvətlərdir. Mən İşlərdə yoxdur qüvvətlər bizdə. düzürəm. Bax 3 yoxdur, Hə 2 0. yoxdur, 1 var, 0 yoxdur. Və bunlar yoxdur. Hə Bax 4 tamam. var, 2. 3 yoxdur, 2 yoxdur. 1 var. 1'in əmsalı 5'dir. 0 yoxdur. Gördün? Aha bildim. Deməli 5 rəqəmli ədəddir. 1, 2, 3, 4, 5. 5 rəqəmli ədəddir. 3 dənə sıfırım var, 1 dənə 2'm var, 1 dənə də 5'im var. Bunu başa düşdün? Başa düşdüm. İstəyirsiniz bir dənə misal verin. Başdan yazım mən o Verim, 8 verim, göstərirəm. verim, narahat olma.
Birini verim 8-liyə aid, birində 16-lığa Aha, aid yazaq. yaxşı. Bu qeydim də qalsın, gözümüzün qabağında olsun. Yaxşı, yazıram ki, 2 üstü 42, üzərinə gəlirəm 2 üstü 37, üzərinə gəlirəm 2 üstü 54. Aha. Sən birinci 54-dən başla. Yaxşı? 54-dən başlayım. Yox, yəni nəzərə al ki, mən indi sən orada tək qarışıq da verəcək. Bax belə mən yazdığım kimi verəcək. 54-ü sonda verəcək. Ona görə Hə, sən 54-ü başa yazım mən. ay sağ ol. Neçə rəqəmlərdədir? 55 rəqəmlədətdir. Ay sağ ol. Neçə dənə ikili say sistemində neçə dənə bir var? 3 dənə. 52 dənə də sıfırın var, düzdür? Bəli. İndi yaz. 8-liyə çevirirəm də bunu. Bəli, 8-liyə çevir görüm. Hı, yaxşı. Aha, Biraz yazdın. böyük gedir. Nə olacaq? Denəsən. Ə, yazıram hələ ki, yəni şey yazmışam. İndi çevirirəm bunu ora. Amma Çevir. yenə də məsələ belə Olsun. Sən böyük. o düzülüşü deyirsən böyük gedir. Bəli, Hə, olar, nə olar? Böyük rəqəm yazmışam axı. bildim. Ya, Ekran görsən? bəli, bəli görürəm. Mən WhatsApp-dan bir şey yapım. Tamam. Mən bu ifadəni alandan sonra nə isə sadələşdirə bilmirəmsə, olduğu kimi yaza bilərəm. Necə yəni? Hansını deyirsən? Məsələn, 2 üstü 6 vur 8 üstü 6, üzərində 4 vur 8 üstü 5 kimi ədədlər almışam. Bunu indi çevirirəm, yazıram da rəqəm kimi. Aha. Yaxşı. Yazdım amma əmin deyiləm. Məncə düzgün cavab deyil. Sən ən başdan necə getdin? Mənə denə, mən deyim, düzəliş edeyim. Ən başda yaxşı.
54 bölü 8 kimi yazmışam. 8 6 eləyib niyə? qalıb. 8 niyə? 8 ilə getmirik. 8-li ilə gedirik. 8-də dedim axı bir simvol 3 bit təşkil edir. 3-ə bölməliydik. Ayda 54-ü 3-ə bölürəm. bildim. 54-ü 3-ə bölürük. Olur. İndi qoy mən deyim. 54-ü 3-ə bölürəm. Bax, mən indi bunu deyəcəm. 16-lığı da sən özün eləyəsən. 54-ü 3-ə Ya, bölürəm. 1, 24-ü də 3-ə böləndə 8, 18 düşür. Deməli, 8 üstü 18 tam düşür da. Ona görə yəni 1-dir, amma görünmür. Yəni bunun qarşısındakı əmsal. aha, Üzərinə gəlirəm. 42-ni 3-ə bölürəm. 14 düşürdü, səhv etmirəmsə. 8 üstü 14 plus. 37-ni 3-ə bölürəm. 1, 12 düşür. bəli. 8, 12, bir qalıq qalır. Alınan qalığı da 2-nin qüvvətinə qoyub qoyuram bura. Yəni 2 vurulsun 8 üstü 12 deməkdir. Deməli, bu 8-likdə belə alınır. 19 rəqəmli ədəddir. 2 dənə biri var. 1 vurulsun 8 üstü 14, 1 vurulsun 8 üstü 18. 2 dənə biri var. Bir dənə də ikisi var. Və deməli 3, 19, 16 dənə də sıfırı var. Başa düşdün bunu? Bəli. İndi bunu 16-lığa keçir. 16-ya bölmə ha. Bax 16-lıqda bir simvol 4 bit yer təşkil edir. Bəli. Ona görə Bəli. mən 4-ə böləcəm. Yaz görək. Bunu deyirsən dəftərinə yaz. Yazıram. Hı. Bu, yəni 4-ə böləndə birinci üstəkilər, yəni 18-i 4-ə böləcəm kimi yazsam da. 18 yox. Mən bu bax sən 8-likdən 16-lığa birbaşa keçid eləyə bilmərsən axı. Bəli, ikiliyə O keçsəcəm. ikilikdə vermişəm də burada. Bax, ikilikdə burdadır. Bunu keçirsən 16-lığa. Bayaqçının cavabı 8-liyi keçirməklə bu formada qalacaq. Bəli, hə, sonra deyirsən, düzməyi deyirsən. Bəli, onu deyirdim. Hə, düzəl. 18 var, 1. 17 yoxdur, 16 yoxdur, 15 yoxdur, 14 var. 13 yoxdur, 12 var, 2-dir. 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Gördün belə. Yazılışı belədir. Bildim. Yaxşı. İndi bunu 16-lığa keçirdək. Yəni bax bunu. Yaxşı. Bildim, yazıram. Saç sistemi biraz uzundur. Çoxdur da Hı, yəni. Getdikcə gedirsən elə bil. Xoşuna gəlir ki, saç sistemi onun nazı ilə oynayaq. Ona görə belə. tamam. Mən yazı desəm olar. Hə, Yəni denən. sən Problem deyil, denə. Vaxta da qənaət etmiş olarıq. hə, yaxşı. Aha. 54 bölü 4 kimi yazsam. Çünki 16-lığa keçsəndə 4 dənə bitə bölməliyəm. Aha. 54-ü 4-ə böləndə bizə tək, yəni düşəcək bizə bir dəqiqə. 13. 11, 13 dənə, bəli. 13. Kim? Neçə qalıq qalır? Tam 2 qalıq aha qalır, 2 qalıb düzdür? qalır. İndi bunu Qalır 2 nə qalır. edirik? De görüm. Yazırıq ki, 8 üstündə 13 vurulsun 2 üstündə 2. 8 yoxsa 16? 16. Bəli, 16 16 üstündə üstə 13 13. vur 2 üstündə 2. Yəni Yəni 4, 4. 4 vurulsun ona. Aha. İndi bu getdi. İndi buna baxırıq. Yox, 42-ni eləyək hələ. 42-ni bölək 4-ə. Aha. 42-ni 4-ə böləndə 10 eləyir. Qalıq 2 qalır. 16 üstü 10. Üstü 10 İçində vurulsun 4 4. vurulsun 16 üstü 10. Aha, üzərinə gəlim 37-yə baxaq. 37-ni 4-ə böləndə 8, 9 dəfəm düşər. Hə, Qalıqda 1 qalar. yəni Yəni 16 üstündə 9 vurulsun 2. ay sağ ol belə. İndi bu 16-lıqda neçə rəqəmli ədəddir?
Ə, 14 rəqəmli ədəddir. Ay, sağ ol. İndi gəl yazaq. Yazılışı necədir? Aha, 14 rəqəmli ədəddirsə, ə, yazılışda baxacağıq 13, 13, 12, 11 kimi gedəcək də aşağıya. Bəli, bəli, aşağı. İndi onun üçün əmsalını nə yazaram? 14 yazacağıq. 12 yoxdur deyə 0 yazacağıq. 11 də yoxdur 0. 10 var. Deməli onun əmsalı 4-dür. 4 yazacağıq. 9 da var. 2 yazacağıq. Qalanlarında ki 0 yazar. 8 Ay, sağ ol. yoxdur. 7 yoxdur. 8, 7, 6, 6, 5, 3. 4, 3, 2, 1, 0. Aha, belə. Başa düşdüm. İndi necə eləmək lazımdır? İndi Ay, başa düşdüm amma. lap yaxşı. İndi gəl testlər üzərində işləyək, yaxşı? Ha, yaxşı. İstəsən yenidən baxa bilərsən videoya, yenidən baxıb möhkəmləndirə bilərsən. 2.5-ə baxaq. Bax görsən, 512 Qeyd. 2 üstü 9 deməkdir. Bəli. Aha, 512 2 üstü 9 deməkdir. 256 2 üstü 8-dir. 128 2 üstü 7-dir. 64 2 üstü 6 2 üstü 5 2 üstü 4 2 üstü 3 2 üstü 1 2 üstü 1 2 deməkdir. Bax, nəyə görə 2 üstü 1 yazdım? İndi bax, burada həm 1 2 üstü 0 deməkdir. Bu da 2 üstü 0 deməkdir. Düzdür? 2 Bəli. üstü 0-la, yəni 1-in üzərinə bir gəldikcə 2 eləyir. Mən bunu elə 2 üstü, hə 2 üstü 2 də var. 2 üstü 1, yəni mən 2-ni 2 üstü 1 kimi yazdım. Düzdür? Ha, bəli. Amma baxıram ki, sıfırıncı qüvvətim yoxdur. İndi bu əmsalları necə düzərəm? 9 var. Ha, əmsalları necə? Bəli. Ə, Bir də bunun əmsalları bir kimi yazarıq. Bəli. aha, bir dənə ən baxırıq ki, sonuncu yoxdur. Baxırsan ki, ən sonuncu Başa yoxdursa, düşdüm. hamısı vardısa. Deməli cavab olacaq C variantı. Ay, sağ ol. Başa düşdün. Bəli, Bax, başa düşdüm. üçüncü sual da ona uyğundur. Yazarsan. Ha, yaxşı. Sonra 3 də ona uyğundur. Bax, 245. Onluğa keçirirsən, burada yazırsan. Burada axtarsan onluqdakını. İkilikdəkini Ha, burada axtarsan, səkkizlikdəkini də buradan. 16-lıqdan amma səkkizliyə birbaşa keçid yoxdur. Birinci ikiliyə keçid bəli. etsən, 2-yə sonra. keçir, sonra 8-ə keçir. Ay, sağ ol. İndi gəl, bax belə tipli, bunları da öyrətdim də yazasan. Hı. Bir dənə 9-cu sualı birlikdə baxaq. Ha, 10-cu sual da toplamadır. 7-li say sistemini toplayasan. 8-liyi, 16-lığı necə toplamışıqsa, onu da 7 elə. eyni formada olacaq. Yaxşı. Hamısı eyni. Toplamadır, vurmadır. Necə öyrəndiksə elə. O qayda ilə gedirik. İndi buna baxaq. Deyir ki, verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini müəyyən edin. Qələmi yaşlıydın. Aha. Bax, A deyir ki, A 8-lik say sisteminin ən böyük rəqəminə bərabərdir. A neçəymiş? 7 imiş. Aha. B tək ədəddir. B neçə, elə baxmırıq. Amma A böyükdür B-dən də. Yəni 7 böyükdür nədənsə. Amma ən böyük dediyinə görə mən misal üçün 8-ci say sistemində 1 də təkdir, 3 də təkdir, 5 də təkdir, 7 də təkdir. İndi 7-dən sonra ən böyük 7-dən sonra ha 5-dir. 5-dir. Deməli şərtim 7 böyükdür 5 olacaq. Aha, 23 A'ya dedik, verdik 7. 7. 13 də 5-likdədir. 5. Görsən ki, ayrı-ayrıdır. Biri 7-dədir, biri 5-likdədir. Mən bunu nə edirəm? Necə tapıram? Onluğa getiririk. Ay, sağ ol. Onluğa necə gətiririk? Yazırıq 2 vurulsun. Yox, Dəqiqə. birinci nömrələyirik sonra. Nömrəliyə bəs 0, 1 kimi yazırıq. Aha, Yəni 2 vurulsun 7 üstündə 1. Bir də aha. 3 vurulsun 1. 3 Yəni o da vursun 1 7 üstü deməkdir. 0, 1 deməkdir. Aha, üzərinə gəlirəm. Yəni 1 vurulsun 5 üstündə 1. Bir də 3 vurulsun 5 üstündə 0. Ay, sağ ol. 14, 17, 22, 25. Başa Aha, düşdük? bəli, başa düşdüm. Laf yaxşı. Bu da belə. Bir dənə burada məsələlər var. Bax. Bax, mən sənə öyrətdim. 39-cu sualı. 16-lığa Aha, deyirsə, bax 8-liyi nə edirik? Gəl birinci mən sənə bu 39-u izah eləyim, 40-ı özün yazırsan, bir də 41-i izah eləyəcəm. Yaxşı?
42-ni Ha, özün evdə yazasan. Yəni əsas bunlardır. 40-la bir dənə 39-u izah eləyirəm. Yox, 41 ilə 39-u. Qoy bir dənə bundan ayrı-ayrı kəsim. Asandır. Ay, belə. Birini də kəsim. 41 idi, hə? bəli. Bax, asandır. Deyəsən nə asandır? İnşallah da. Aha. Elə bu axırda qalsın. Bax, gəl baxaq. Bəli. Deyir ki, yəni bu veriləni 16-lıq say sistemində ifadə et. Mən 16-lığa keçəcəm. Və mən birinci nə edərəm? Görürəm ki, bu 8-likdədir də, düzdür? 8-likdən də 16-lığa birbaşa keçid yoxdur. Birinci mən sadələşdirirəm. Hər tərəfi 2-liyə keçidirəm. 62-ni hələ saxlayıram sonraya. Bunu, Hı, bax, 8 üstü 5-i üzərinə gəlirəm 32-nin kvadratını. Bax, bunu mən 2-liyə keçirdim. 8-i mən 2 üstü 3 kimi yaza bilirəm, düzdür? bəli. 2 üstü 3 üstü 5. 32-ni də 2 üstü 5 kimi yaza bilirəm. Bu da üstündə 2. Yazıram ki, 2 üstü 3-ü 5-ə vururam 15. Üzərinə gəlirəm 2 üstü 10. Düzdür? Bəli. İndi mən bunu 16-lığa keçirəcəm. 15-i mən 16-lığa keçsəndə neçəyə bölürəm? 4-ə 15-i yoxsa 16 16-ya? 4-ə bölürük. Ay sağ ol, 4-ə 15-i bölürük. 15-i 4-ə böləcəm. 3 düşəcək. Yəni 16 üstü 3. 2 qalıq 3 qalıq qalacaq, düzdür? Ə, bəli. 8 Bəli, vurulsun 3 16 qaldı. üstü 3. Onu bölürəm 4-ə. Onu bölürük 4-ə eləyəcək bizə 2, üstündə 2. 2 16 qalıb üstü 2. 2. 16 üstündə 2 qalıq 2. qalacaq. 4 vurulsun Bəli. 16 üstü 2. Bu belə. Bəli. Mən indi bunu yazılışını yazıram. Bax 3 var. Yəni 3-cü qüvvət varsa əmsalı 8-dir. 2 var. Hı, 1 ilə 0 yoxdur. Bunu saxladım. Bunun üzərinə gələcəm. Bax bu 62 onluqdadır. 62-ni mən 16-lığa keçsəndə 16-ya böləcəm. 48 3 dəfə 3 dəfə 4 dəfə salsam 64 eləyir. Elə 3 dəfə bəli, 3 dəfə. 48 14. 14 də 4. ekimi yazılır. Düzdür? Bəli. Bəli. 3 ekimi. İndi mən bunun üzərinə gəlirəm. 3e. 16-lıqla toplayıram. Ha, bəli. 3 Dəqiqə bir 84. onu yazdım. Ha, bəli. 84 3e. Başa düşdün? Bəli, başa düşdüm. Aha, yaxşı. İndi 41-ci sualın izahını verirəm. Bax. Başa düşmədinsə yenə yenidən izah eləyim. Yox, başa düşdüm. Yaxşı. 41-ci sual. Səncə bu nəyə oxşuyur? O 2 yuxarıdadır. Bəli. Kvadrat şəklindədir. 1025 kvadrat. Mən bunu necə tapa bilərəm ki? Çox çətindir, hə? 1025-in kvadratını Yox, tapmaq. ikilik kimi yaza bilərik bunu. Yəni Necə? 1024 2 üstündə 10 üstəgəlsin birim bağlamış kvadratı. Yəni Ayrı. necə? Müxtəsər cümlə düsturu kimi. Yox, yəni 2 üstündə 10 1024 deyil. Bir də əlavə 1-in kvadratı kimi yaza bilərik. Belə yazaram da, bax 1025-i yazaram ki, 1024 plus 1 kimi. Və bunun bağlı Bəli. kvadratı. Bu nəyə oxşadı? Ə, A üstəgəlsin birini bağlamış kvadratı onu A sağ deyirsiniz. ol, A plus B-nin bağlı kvadratını. Ha, İndi 1024-ün kvadratı, yəni 2 üstü 10-un kvadratı 2 üstü 20 plus bəli. 2AB 2 vurulsun, 2 üstü 10 Minim. vurulsun 1. Bu da Bəli. 2 üstü 11 demək. Üzərinə gəlim 1-in kvadratı o da eləyir 1, düzdür? 1. Bəli. İndi yazıram ki, sadələşdirirəm. 2 üstü 20 plus 2 üstü 11 plus, Əlavə 1. plus 1. Bu belə. Bu ikilikdədir. Məndən nə istəyir? 16-lığa keçirtmək. 16. Yəni Yəni 4-ə 20-ni, böləcəyik bunu. ay sağ ol, 20-ni 4-ə böləcəm. 16 üstü, 5 yazacağıq. 16 üstündə 5 yazacağıq. aha, 11-i necə Üzərinə yazaram? gəlirsə 11-i 4-ə böləndə eləyəcək 2, qalıb da 2, 3 eləyəcək. Yəni 16 8 üstü. vurulsun 16 üstündə 2 yazacağıq. Ay sağ ol. Biri necə yazaram? Biri də ki, yazar ki 1 bölünsün 4 kimi yazarıq. O Xeyr, da bizə 4-də 1. yox, biri də yazaram 16 üstü 0 kimi.
Hə, bəli, bildim. Aha, indi bunun əmsallarını düzürəm. Bax, 5-ci 5 vardısa, e, Be- elə 5-in əmsalı 1-dir. 4 var, Bir, yoxdur. yoxdur, 0. 0. 3 3 də yoxdur. yoxdur. 2. Üçüncü 8, 1 8 yoxdur. yoxdur. Bir də 1 yazar. Qırıncı varsa Çünki 1. İndi cavabı 1 seçirik. Baxıram ki, B B variantı. variantı. Gördün? Digərlərində Bəli, başa bunlara düşdüm. uyğun yazırsan. Başa düşmədiyin, qaranlıq qalan nəsə oldu? Xeyr, xeyr, başa düşdüm hamısı. Yaxşı. Yəni evdə indi 2.4 ilə 2.5-i yazırsan, baxım Ha, 2.5 nə qədərdir? Hə, az yox, hələ var. Elə 2.4 ilə 2.5-i yekunlaşdır. Bunları elə ancaq yaxşı. yazırsan. Yaxşı. Sonra da Yaxşı. 2.6-nı yazarıq. Sualın var mənə, Qumral. Xeyr, yoxdur. Başa düşdüm indi Nəysə hər şey. bilməsən yazıb soruşarsan. Yaxşı. Ha, Sağ yaxşı. ol. Allah amanın. Sağ olun. Sağ ol. Siz də sağ olun.